Dünya fanidir. Bəzən eşidirsən ki, bir qardaş, cavan bir qardaş dünyasını dəyişdi. Bəzən biz düşünürük ki, bizim hələ ömrümüzə var 60 il, 70 il, 80 il yaşayacaq. Amma birdən eşidirsən ki, bir cavan qardaş idi. 20 yaşında, 30 yaşında, 40 yaşında ölüm ona gəldi. Amma yenə biz ibrət almırıq. İbrət almaq üçün alimlər nə deyir? Ölüm moizə olaraq kifayətdir. Başqa nədən ibrət alaq? İmanı qoruyub saxlamaq üçün, əziz qardaşlar, bunlar hamısı mühüm vasitələrdir. Allahın evinə getmək, eyni zamanda Allahın kitabını oxumaq, oxumaqla bərabər əməl etmək. Bunlar hamısı insanın imanını qoruyan mühüm səbəblərdir. İstər qeyd etdiyim kimi əzalarla olsun, istər dillə olsun, istər qəlblə olsun. İnsan bu əməllərin hamısını cəm etməlidir ki, imanını qoruyub saxlaya bilsin. Tək biri ilə olduqda zəif olacaq. Dili ilə zikr edib, əzaları ilə icra etmədikdə, məscidə getmədikdə zəifləyəcək. Mümkün deyil o zəifləməsin.